Nadir, yaman tez baba oldun. Özün elə cavan oğlansan, belə gəncsən. Amma görürəm ki, fəxr edirsən də, baba olmaq fərqli bir hallardır. Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam. Nadir Qafarzadə deyib. Nadir o günlər olsun ki, mən deyim ki, Azərbaycan Respublikasının əməkdar artisti, xalq artisti eyb yoxdur, o da olacaq. Nadir Qafarzadə nəvəsinin şəklini paylaşıb deyir ki, mən nə yığacağam? İzləyici yığam. Müğənni Nadir Qafarzadə iki başlı verilişində qonaq olub. Təbii ki, mən istinad edirəm axşam nüqtəza. Baba olması ilə bağlı hisslərini bölüşüb. Baba olmaq yaxşıdır. Amma pis cəhəti odur ki, üzünü yana çevirəndə yanında nənə görürsən. Şey var. Ay, yanında nənə görürsən, yəni Sevanın nənə görürsən. Seva da çox təravətlidir, gözəldir, sənə sadiq olan xanımlardan birisidir. Həmişə ağır günündə, ağır məqamlarında Seva sənin yanında olub. Sevincin özünə də bunu demişəm. Deyirəm ki, yanımda nənə görəndə halım pisləşir deyə Nadir Qafarzadə bildirib. Müğənni baba olduğundan sonra sosial media hesabında aktivliyini artdığını da qeyd edib. Bəli, çox maraqlıdır ki, elə bil ki, cəmiyyətdə bir mən baba olmuşam. Ajotaj yarandı. Mahnı paylaşıma güclə 7.000 baxışı olub. Bugün bir şəkil paylaşdım. 1 milyon 700 min bəyənmə gəldi. Bundan sonra şəkil paylaşacağım. Nəvəmin şəklini qoy özümə izləyici yığacağım. Seva, Nadir. Seva həmişə gözəldir, həmişə cavandır. Allah sizin hər ikinizə can sağlığı versin.